Din deyəndə ki, pis maraqların arxasınca getmə, bir çox insanlar bundan narahat olur. Çünki haqlıdır. Axı bu onun marağıdır, sevdiyi bir şeydir. Kiminsə ona marağının arxasınca getmə deməsi təbii olaraq ona xoş gəlmir və onu narahat edir. Məsələn, bir ruhani birbaşa bir nəfərə deyir: din deyir musiqiyə qulaq asma, şəhvətə qapılma, hicaba riayət et, bu pis işləri görmə və s. Təbii ki, o insan narahat olur. Düşünür ki, niyə din mənə zorla bir şeyləri məcbur edir və məni maraqlarımdan uzaqlaşdırmağa çalışır. İndi isə çox diqqətlə qulaq asın. Bu çox incə və dəqiq bir məsələdir. Yaxşı anlaşılsa, dinə qarşı bir çox yanlış anlaşılmalar aradan qalxacaq. Əgər bu yanlış anlaşılmalar həll olunmasa, insanlar düşünəcək ki, din insanlara zor tətbiq edir. Nəticədə insanlar ya dindən uzaq duracaq, ya da dinə qismən yaxınlaşsalar belə daim qaçmaq istəyəcəklər. Bu cür yanaşma ilə iş alınmaz. Gəlin insanlıq tarixi boyunca bu köhnə yanlış anlaşılmanı bugün həll edək.